Hər şeyi tez-tez sizdən soruşan, yoxsa heç nə soruşmayan, hər şeyi özü həll etməyə çalışan əməkdaş. Mağazamızda işini soruşmadan icra edən əməkdaşlar və tez-tez suallar verən əməkdaşlar da vardır ki, halbuki bunlar çoxdur. Biz də onları suallarını cavablandıraraq təyinatı üzrə yönləndiririk ki, işlərinin effekti olsun. Sürətli işləyən, yoxsa işini gec, amma səliqəli görən əməkdaş. Gec və səliqəli görəndə daha yaxşı olur fikrimcə. Müştəriləri razı salan, yoxsa rəhbərliyi razı salmağa çalışan əməkdaş. İlk növbədə təbii ki, müştəri məmnuniyyəti öndə olduğu üçün müştərini razı salmağa çalışan əməkdaş. Müştərini razı salmağa çalışan əməkdaş düşünürəm ki, rəhbərliyini də razı salmış olur. Zarafatçıl, yoxsa ciddi əməkdaş. Zarafatçıl əməkdaş iş axınında işin daha motivasiyalı keçməsi üçün zarafatçıl əməkdaşların olması daha maraqlı olur. İşi daha maraqlı edir. Müştərilərlə səmimiyyət yaradan, yoxsa sakitcə öz işini görən əməkdaş. Təbii ki, müştərilərlə səmimiyyət yaradan əməkdaşlar, müştəri səmimiyyəti müştəri məmnuniyyətinə təsir edən amillərdən biridir. Təcrübəli, yoxsa çox həvəsli, amma təcrübəsiz əməkdaş. Bu təcrübəli əməkdaş, bəli, hər kəs istəyər əməkdaşları təcrübəli olsun, lakin həvəskar əməkdaşları təcrübəli əməkdaş etmək üçün çalışmaq, səy göstərmək lazımdır. Ona görə ilə hər ikisi. Tez-tez icazə alan peşəkar əməkdaş, yoxsa icazə almağı sevməyən yeni əməkdaş. Bu halda icazə almağı sevməyən yeni əməkdaş, çünki icazələr iş axınına təsir edən amillərdən biridir. Tez-tez icazələrdən söhbət gedir. Vəzifə yüksəlişi yaşayıb filialı dəyişən, yoxsa illərdir eyni vəzifədə qalıb sizinlə çalışan əməkdaş. Təbii ki, illərdir bizimlə birlikdə eyni vəzifədə qalıb çalışan əməkdaşların aramızdan getməsi istəmərik. Lakin onların da karyera inkişafı üçün başqa mağazalara getməsi bizim üçün sevindirici olur. Araz Life-ı izləyən əməkdaş, yoxsa izləməyən əməkdaş? Təbii ki, izləyən əməkdaş. Mən Araz Life-ı izləyirəm və sizlərə də izləməyi tövsiyə edirəm.